Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il tarix test topusunda yer alan Albaniyadır. Gəlin başlayaq. Deməli, birinci sualda deyir, eramızdan əvvəl 65-ci ildə baş vermiş vuruşmanın nəticəsidir. Yəni, Qanıq çayı sahilində döyüşü soruşur. A variantı Atropatena qoşunları məğlub oldu. Bu yanlışdır, çünki Qanıq döyüşündə Roma və Albaniya arasında müharibə olmuşdu. Albanlar qalib gəldi. Xeyr, Albanlar əksinə məğlub oldu. Roma sərkərdəsi Pompey qalib gəldi. Bəli, bu düzgün variantdır. İkinci sual, eramızdan əvvəl 66-cı ildə baş vermiş vuruşmanın nəticəsi. Romalılar məğlub olub geri çəkildi. Xeyr, əksinə hər bir döyüşdə Romalı qalib gəlmişdi. B variantı Atropatenalılar qalib gəldi. Xeyr, burada Albaniya iştirak eləmişdi. C variantı Albanlara köməyə gəlmiş Atropatena qoşunları məğlub oldu. Xeyr, dedik ki, burada Atropatena yox, Albanlar iştirak edirdi. D variantında Artabaz qələbə qazandı. Dedik ki, Artabaz Atropatena hökmdarı idi. Y variantı Alban hökmdarı Orois məğlub oldu. Bəli, cavab budur. Albanlar məğlub olmuşdu, Romalılar qalib gəlmişdi. Deməli, üçüncü suala baxırıq. Qədim Atropatena və Albaniya dövlətlərinin tarixinə aid oxşar əhalinin yalnız atəşpərəst olması. Birincisi, bu heç birinə aid deyil. Çünki Atropatenada da yalnız atəşpərəstlik yox, əksərən atəşpərəstlik olmuşdu və buna əlavə Yunan tanrılarında da sitayiş var idi. Ona görə atırıq. Qul əməyindən yalnız maldarlıqda istifadə edilməz. Xeyr. Qərbi Rom imperiyası ilə mübarizə aparılması yanlışdır. Quldarlıq münasibətləri mövcud olması, bəli, hər bir dövlətə aiddir. Xəzərlərin hərbi yürüşünə məruz qalması yanlışdır. Xəzərlərin hərbi yürüşünə orta əsrlər dövründə Albaniya məruz qalmışdı, amma Atropatena yox. D variantında quldarlıq münasibətləri mövcud olması düzgündür. Quldarlıq münasibətləri mövcud olsa da daha çox da geniş yayılmamışdı. Yəni, digər dövlətlərə nisbətən, Romaya, Yunanistana nisbətən, amma yenə də D variantı düzgündür. Qədim Atropatena dövləti, qədim Albaniya dövlətindən fərqli olaraq Roma qoşunlarını məğlubiyyətə uğratmışdı. Bəli, elə bu düzgün variantdır. Çünki Atropatena dövləti eramızdan əvvəl 36-cı ildə Antoninin yürüş zamanı Fraspa döyüşündə Romalıları məğlubiyyətə uğradır, amma Albaniya dövləti 66-da, 65-ci illərdə onun asılı vəziyyətdə düşür, yəni məğlubiyyətə uğrayır. 5-ci sual, Albaniyanın eramızdan əvvəl 65-ci il və 36-cı il tarixinə aid oxşar cəhət. Təbii ki də Romalılarla döyüş olmalıdır. A variantında Alanların basqınları. Xeyr, bu eramızın 1-3-cü əsrləridir. Roma sərkərdəsi Pompeyin ölkə üzərinə yürüşü. Xeyr, bu 65-ci ilə aiddir, amma 36-cı ildə yürüş edən Pompey yox, Antoni idi. Albaniyada yürüş edən Kanidi idi. C variantı, 3-cü Antioxun hərbi yürüşlərinə məruz qalması. Bu Selevkiyə aiddir 223-cü ildə, həmçinin Atropatenaya. D variantı, Romalıların hərbi yürüşünə məruz qalması, bu düzgündür. Dedi ki, 65-də Pompey, 36-da da Kanidi yürüş etmişdi. Y variantı, türk tayfalarının ölkə ərazisində məskunlaşmağa başlaması isə Kimerski Kisak tayfalarına aiddir. Yəni, bu dövrə aid deyil, 7-ci əsrə aiddir. Deməli, 6-cı suala baxaq. 1-3-cü əsrlərdə Alan tayfaları hansı ərazidən Albaniyaya yürüş ediblər? Dərbətdən və Dəryal keçidindən. Burada 5 düzgün variantdır. Deməli, 7-ci sual. Eramızdan əvvəl 1-ci əsrdə Atropatena Albaniya tarixinə aid oxşarlıq Roma qoşunlarının hərbi yürüşünə məruz qalmaları. Bəli, dedik ki, 1-ci əsrdə, hətta 1-ci əsrin 1-ci yarısında Lukulla Pompeyin yürüşünə məruz qalıb Atropatena. Daha sonra 36-cı ildə Fraspada Antoninin yürüşünə məruz qalmışdı. Albaniya isə 66-65-ci illərdə Pompeyin yürüşünə məruz qalmışdı. Ona görə A düzgündür. Qədim Albaniya dövlətinə aid deyil, cənub qonşusu Atropatena idi. Düzgündür. Romalıların yürüşünə məruz qalıb. Bəli, dedik ki, 66-65-də Alan tayfalarının hərbi yürüşünə məruz qalmışdı. Bəli, 1-3-cü əsrlərdə, əsasən də 72-74-cü illərdə. Roma imperiyası ilə dostluq əlaqələri saxlayıb. 2-ci əsrdə Adrianla dostluq münasibətləri var idi. Amma Y variantı, Karra döyüşü Atropatenaya aid idi. Ona görə də yeni düzgün variant olaraq götürürük. Qədim Albaniya və Qədim Misir dövlətlərinə aid ümumi cəhət. Yunan qoşunları tərəfindən işğal edib. Xeyr. Yəni, Albaniya ümumiyyətlə Yunanlar tərəfindən işğal olunmayıb, elə də Misir. Makedoniya işğalının imperiyasının satraplığı olmuşlar. Xeyr, ümumiyyətlə Makedoniya imperiyasının süqutu nəticəsində yaranmışdı Albaniya, Atropatena və Selevkiya. Yəni, bu Misirlə heç bir əlaqəsi yox idi. Misir 332-ci ildə işğal olunmuşdu. Alan tayfaların hücumuna məruz qalmaları.
Alan tayfaların hücumuna yalnız Albaniya məruz qalıb. Romalıların hərbi yürüşünə amma məruz qalıblar. Dedik ki, Albaniya dövləti Romanın hərbi yürüşünə 66-65-ci illərdə, Misirdə eramızdan əvvəl 30-cu ildə deməli Romanın yürüşünə məruz qalmışdı. Y variantında ərazilərində deyək Kimmer tayfaları məskunlaşıb. Bu isə Mannaya aiddir. 10-cu sual. Qədim Atropatena və Albaniya dövlətlərinə aid oxşar cəhət. Əhalinin əsasən tək tanrıya etiqad etməsi. Xeyr, Albaniyada tək yox, çox tanrıya etiqad edirdilər. Azərbaycanın cənubunda yaranmayıb. Atropatena yaranıb, amma Albaniya şimalda idi. Təsərrüfatın bütün sahələrində deyir ki, qul əməyinin geniş istifadə olunur. Burada geniş sözü yanlışdır. Sadəcə bəzi sahələrdə istifadə olunurdu. D. Yunan mədəniyyətinə məruz qalıb. Məsələn, hər ikisində Yunan tanrılarına sitayiş var idi, hər ikisində kirəmitdən istifadə etmək var idi. Ona görə D düzgündür. Azərbaycan ərazisini vahid dövlətdə birləşdirməyiblər. Biri cənubdaydı, biri şimaldaydı. Yəni heç biri vahid halda birləşdirməmişdi. Qədim Atropatena və Albaniya dövlətlərinə aid oxşar cəhət. Şəhər dövlətləri yox idi burada. Midiya ilə ticarət əlaqələri, ümumiyyətlə Midiya dövlətini bunlar görməmişdi. Roma hücumlarına qarşı bəli mübarizə aparmışlar. Dedik ki, Atropatena eramızdan əvvəl 1-ci əsrdə, məsələn 36-cı ildə Albaniyada elə Albaniyada 36-cı ildə mübarizə aparmışdı. Hökmdarın xalq yığıncağında seçilməsi xeyr, hökmdar elə monarxiya idi, atadan oğula keçirdi hakimiyyət. Əhəməni istilasına qarşı üsyanlar da buna aid deyil, yeni də atdıq. 4-cü əsrin sonu, 3-cü əsrin əvvəlində İberiya ilə Xəzər dənizi arasında yaranmış qədim Azərbaycanın paytaxtı. Yəni söhbət burada gedir Albaniya dövlətindən 12-ci sualda və cavab olmalıdır Qəbələ. Burada da Qəbələ olur 5. D variantı düzgündür. 4-cü əsrin sonu, 3-cü əsrin əvvəlində Albaniya dövlətinin paytaxtı yeni şəkildə 1. Cavab olur Y. Qədim İskit və Alban tayfalarına aid ümumi cəhət 1-ci minillikdə dövlət qurmuşdular. Yəni, burada da 14-cü sualda elə cavab A variantıdır. Çünki İskitlər 7-ci əsrdə, Albanlar da 4-cü əsrdə özlərinə dövlət qurmuşdular. Albaniya dövlətinin 1-ci əsrin 60-cı illər tarixinə aiddir. Makedoniya İskəndərin adına pulların kəsilməyə başlaması xeyr, bu daha əvvəl idi. Antoniya qarşı mübarizə 36-cı ildə idi, həm də bu Atropatenaya aid idi. Alan tayfalarının yürüşlərinə eramızda məruz qalmışlar, eramızdan əvvəl yox. Pompeyin başçılığı Roma qoşunlarının yürüşünə məruz qalması, bu düzgündür, 66-65-ci illərdə. Əhəmənilərin hücumuna isə məruz qalmıyıblar ümumiyyətlə. Əhəməni süqut edir, sonra Albaniya yaranır. Albaniya dövlətinin eramızdan əvvəl 1-ci əsrin 60-cı illər tarixinə aiddir. Deməli, deyir ki, yenə eyni şəkildə Oroys tərəfindən hökmdar Oroysudur dedik, 66-da da, 65-də də. Ona görə ilə Oroys tərəfindən idarə edilməsi düzgün cavabı idi. Qədim Albaniya dövlətinə aiddir. İskit şahlığı ilə sıx dostluq münasibətləri. Xeyr, bu Mannaya aiddir. 53-də Romaya qarşı Urartu ilə ittifaqa girməsi. Ümumiyyətlə, burada Urartu məsələsi yox idi. Sarqonla müttəfiq olmaq Mannaya aiddir. Qul əməyinin kənd təsərrüfatı sənətkarlığın bəzi sahələrində istifadə edilməsi. Bu düzgün cavabdır. Yəni, bütün sahələrdə deyil, sadəcə bəzi sahələrdə dediyinə görə. Y variantında atəşpərəstlərin baş məbədi deyir Qəbələdə. Xeyr, Qazakada ucaldılmışdır. Atropatena və Albaniya dövlətlərinin meydana gəlməsinin əhəmiyyəti. Assuriyaya qarşı mübarizədə bütün türk dilli tayfaların birləşməsi. Xeyr. Ümumiyyətlə, Assuriya dövləti 605-də süqut edir. Atropatena və Albaniya isə 4-cü əsrdə yaranmışdır. Azərbaycan xalqının təşəkkül prosesi başa çatmır təbii ki. Hələ Azərbaycan dövlətləri yeni-yeni yaranmağa başlamışdı. Müstəqil dövlətçiliyin bərpa edilməsi. Deməli, burada müstəqil dövlətçilik demişdik ki, ilk dəfə Azərbaycanda dövlət yaradılmışdı Mannada. Sonra Manna dağılandan sonra həmin dövlətçiliyə son qoyulmuşdu deyə. Təzədən Atropatena və Albaniya yarananda yenidən müstəqil dövlətçilik bərpa olunur. Ona görə C düzgündür. Azərbaycanda vahid dilin yaranması prosesi başa çatmır təbii ki. Manna, Atropatena, Albaniyanın Azərbaycan adı altında birləşməsi. Burada da xeyr, yəni bunlar birləşmir. Ayrı-ayrı dövrlərdə olmuşdu. Qədim Albaniya dövləti eyni dövrdə mövcud olmuş dövlətlər. Roma, Albaniya ilə eyni dövrdə. Selevki də eyni dövrdədir. Midiya ola bilməz. Çünki Midiya artıq 550-ci ildə süqut etmişdi. Əhəməni xeyr 330-da süqut eləmişdi. Albaniya isə 4-cü əsrin sonu idi. Assuriya 605-də süqut eləmişdi. Parfiya isə demişdik ki, 1-ci əsrdə məsələn Atropatena ilə birləşib Romaya qarşı mübarizə aparmışdı. Deməli, bu iki dövlət də Albaniya dövlətinin dövründə yaşamışdı. Deməli, cavab olur 1 və 3 D variantı.
Roma sərkərdəsi Pompeyin Xəzər sahillərinin yürüşü dayandırılmasının səbəbi Roma şəhərinin Hunlar tərəfindən tutulması. Xeyr, bu olur eramızın 452-ci ilində. İmperiyanın sərhədlərinin müdafiə olunma ehtiyacı. Ümumiyyətlə, Pompey yürüş eləyəndə hələ Roma imperiya deyildi. Beyni atırıq. Romada vətəndaş müharibəsinin başlaması 49-da idi. Pompey isə 60-cı illərdə idi. Alban hökmdarı Kozislə sülh imzalaması. Xeyr, birincisi Kozis hökmdar deyildi, sadəcə sərkərdə idi. Albanların güclü müqavimət göstərməsi. Bəli, Albanlar o qədər güclü müqavimət göstərir ki, məcbur sülh bağlayıb geri qayıdır. Eramızın 1-ci əsrinə aiddir. 3-cü Antioxun Atropatenaya yürüşü 223-cü il eramızdan əvvəldir. Roma sərkərdəsi Pompeyin Albaniya yürüşü eramızdan əvvəl 1-ci əsrdir. Bu bizdən eramız soruşur. Alanların Albaniya yürüşü bəli 72-74-cü illər C variantı düzgündür. Qədim Alban və Sak tayfalarına aid ümumi cəhət. Midiya və Babilə qarşı mübarizədə Asuriya dövləti müdafiə etmişdilər. Xeyr, bu ola bilməz. Deməli, o aid idi Mannaya. Mannanın ərazisində məskunlaşmışdılar deyir. Manna cənubdaydı. Alban və Sak tayfaları isə şimaldaydı, yəni Albanlar. Onu girib beyni atırıq. İskit dövlətinin əsasını qoymamışdılar. Qavqamel döyüşünə həmin ordusunun tərkibində vuruşmuşlar. Bəli, bu düzgün variantdır. 3-cü Daran ordusunda vuruşmuşdular. Urmiya gölü ətrafında məskən salmayıblar. Dedik ki, Albanlar şimaldaydı. 72-74-də Alan tayfalarının Albaniya yürüşündə məqsəd təbii ki də qənimət və qarət idi. Eramızdan əvvəl 65-ci ildə Romalıların Albanlar üzərində qələbəsinin səbəbi. Burada Romalılar hiylə işlətmişdi. Deməli, süvariləri az olduğu üçün Albanların döyüşə gecikməsi. Xeyr, belə bir şey yox idi ümumiyyətlə. Romalıların atlı qüvvələrini çoxluq təşkil etməsi. Xeyr. Roma sərkərdəsi Pompeyin hərbi hiylə işlətməsi. Bu düzgün cavabdır. Selevkilər deyilən bir dövlət artıq bu dövrdə tamamilə zəifləmişdi. Yerində Parfiya var idi, yəni parçalanmışdı Selevki. Alban ordusu İskitlərdən kömək ala bilməməsi. Ümumiyyətlə, İskit tayfaları, yəni dövlətinə burada artıq çoxdandan son qoyulduğuna görə yerində atırıq cavab olur C. Atropatena və Albaniya dövlətlərinin tarixinə aid oxşar cəhət. Əhəməni dövləti ilə eyni vaxtda yaranmalar. Əhəməni 550-də yaranıb, bunlar isə 4-cü əsrdə. Ərəb işğalları, ümumiyyətlə, Ərəb işğalları bundan 1000 il sonra yaranmışdı, ona görə ola bilməz. Selevkilər dövlətinin asılı vəziyyətdə olmaları. Xeyr, sadəcə Atropatena asılı olub. Roma sərkərdəsi Antoni tərəfindən asılı vəziyyətdə salınmalara. Deməli, Atropatena Antoni tərəfindən asılı vəziyyətdə salına bilmir. Y variantı 1-ci əsrdə yad el yürüşünə məruz qalıb. Bəli, Romalıların yürüşünə məruz qalmışdılar. Roma sərkərdəsi Pompey Hindistandan Qaradəniz sahillərinə gedən ticarət yollarını ələ keçirmək məqsədi ilə neynədi? Albaniyaya hücum elədi. Y variantı düzgün cavabdır. Deməli, baxırıq 27-də uyğunluq pozulmuşdur. Səhv istəyir. Albaniya dövlətində hakimiyyət yerli hökmdarların əlində idi. Eramızdan əvvəl 1-ci əsrdə. Burada, yəni doğru olduğuna görə anlatırıq. Bizdən yanlış soruşur. Manna dövlətinin əsas qoyulub 9-da. Bəli, 843-cü ildə. Albaniya dövləti Makedoniya İskəndərin hərbi yürüşünə məruz qalmayıbdı. Çünki Makedoniya İskəndər ölür, onun yerində Albaniya dövləti yaranır. İmperiyasının parçalanması nəticəsində. Yəni, İskəndərin Albaniya dövlətini görmə ehtimalı yox idi. Roma imperiyası əlaqələr saxlayıb Albaniya düzdür. Dedik, Adrian 2-ci əsrdə dostluq münasibətləri var idi. Qədim Albaniyada mövcud olub bütpərəstlik, bəli, düzdür. Dedik ki, Zevsə, Yunan tanrılarına Zevsə, Selenaya, Heliosa sitaişlər də var idi. 28. Qədim Albaniya dövlətinin tarixinə aid deyil. Qoşunlarının Roma sərkərdəsi Kandid tərəfindən məğlub edilməsi. Bu aiddir 36-cı ildədir. 3-cü əsrdən İskəndərin pullarına oxşar pullarının kəsilməsi. Bu da düzgündür. Hökmdar Oroysun Pompey ilə məktublaşması. Bu da düzgündür. Alan tayfalarının hərbi yürüşünə məruz qalması. Bu da düzgündür, amma Magneziya döyüşünün baş verməsi Albaniyaya heç bir əlaqəsi yox idi. Magneziya döyüşü olmuşdu Selevki ilə Roma arasında və Atropatena müstəqillik qazanmışdı. 28-də olur cavab Y variantı. 29-da deyir qədim Albaniyanın 2-ci əsr tarixinə aiddir. Kür sahilində Pompeyin ordusuna məğlub olması. Xeyr, bu eramızdan əvvəl 66-dadır. Roma İmperatoru Adrian'da dostluq münasibətləri saxlanması düzgündür. Kanidin başçılıq etdiyi Roma ordusu eramızdan əvvəl 36-cı ildir. Antonin başçılıq etdiyi Roma qoşunları eramızdan əvvəl 36-cı ildir. Deməli, Roma İmperatoru Kandinin yerli hökmdarları, yenə bu da eramızdan əvvəl Kandid məsələsi 36-dadır. Heç belə cümləyə baxsaq, cümlədə də nəsə yanlışlar ola bilər. Məsələn, Antonin başçılıq etdiyi Roma qoşunları Alban qoşunlarını məğlubiyyətə uğratmayıb. Atropatena qoşunlarını məğlubiyyətə uğratmışdı. Kanidi Alban qoşunlarını məğlubiyyətə uğratmışdı.
Albaniya dövlətinin mövcud olduğu illərə uyğun gəlir. Midiya dövlətinin süqut etməsi. Deməli, Albaniya dövləti nə vaxt mövcud olmuşdu? Eramızdan əvvəl 4-cü əsrdən eramızın 705-ci ilinə qədər. Midiya dövlətinin süqut etməsi 550-ci il atırıq. Qədim Romda ilk dəfə respublika quruluşu 509-da idi. Pun müharibəsinin başlanması 264-cü ildə idi. Ona görə də 30-cu sual elə cavab C variantıdır. Albaniya dövlətini görür. Salam 1480, İskit şahlığının süqutu 590. Qədim Albaniya dövlətlərinin tarixinə aid deyil. Yunan Əhəməni müharibələrində Əhəmənilərə kömək etməsi. Yunan Əhəməni müharibəsində yəni Albaniyanı görə bilmərik. Həm də dövlət olaraq. Yunan Əhəməni müharibəsi 500-cü ildən 449-a qədərdir. Albaniya dövləti isə 4-cü əsrdədir. Yəni heç ümumiyyətlə bunu görməyib. Qədim Albaniya dövlətinin tarixinə aid deyil, ərazisində Kasplər yaşayıb. Bəli, Kasplərdə, Kadusilərdə, Utilər, Qarqarlar, Leqlər, Amardlar, Albanlar yaşamışdı. İndiki Ermənistan torpaqlarının ölkə ərazisinə daxil olması aiddir. Göyçə gölü daxilidir. Təsərrüfat sahələrində çalışanların çoxunun azad adamlar olması. Bəli, kəndlər əsasən üstünlüyü təşkil edirdi. Makedoniya İskəndərin hərbi işinə məruz qalmayıb. Dedik ki, Makedoniya İskəndər 323-də ölür. Albaniya dövlətdə 4-cü əsrin sonu 3-cü əsrin əvvəlində yaranmışdı. Azərbaycan şimalında yaranıb, bəli. Qədim Albaniya dövlətinin tarixinə aid deyil, 3-cü Daran ordusunun tərkibində Makedoniya İskəndərə qarşı müharibədə iştirak edilməsi. Bu, Alban tayfasına aid ola bilər. Amma bu, Alban dövlətidir. Dövlətə aid ola bilməz. 3-cü Dar 330-da ölür. Alban dövləti dedik 4-cü əsrin sonu 3-cü əsrin əvvəlində yaranmışdı. Qədim Albaniya dövlətinin tarixinə aid deyil, Qavqamel döyüşündə iştirak etməsi. Yenə eyni şəkildə Albanlar, Saklar iştirak etmişdi, amma tayfa olaraq, dövlət olaraq yox. Uyğunluq gözlənilmişdi. 2-ci Sarqon 650-də hərbi yürüş təşkil etmişdi. Xeyr, bu Aşurbanipal idi. Anı atırıq. Albaniyanın əsasını təşkil edir Zamua. Xeyr, Mannanınkini təşkil edir. Roma qoşunları ilə mübarizə aparmışdı. Alban hökmdarı Oroyus. Bu düzgündür. C variantını götürürük. 8-ci əsrin əvvəlində başlayaraq Krımda yaşamağa başlamışdı. Albanlar yox. Kimmerski Saklardan söhbət gedirdi. Manna hökmdarı olub İşbakay. İşbakay deməli İskit padşahı olub. 36-ya baxaq. Uyğunluq gözlənilmişdir. A variantı Atropaten hökmdarı Ariobarzan mübarizə aparmışdı. Selevki hökmdarı 3-cü Antioxdan. Bu yanlışdır, çünki Artabazan mübarizə aparıb. Albaniya padşahı Oroyus sülh bağlamışdı Roma sərkərdəsi Pompey ilə. 36-da B variantı düzgündür. Albaniya Parfiyanın Arşaklet sayəsində hakimiyyəti altına düşmüşdü. Padşah Ariovas bu Atropaten dövlətinə aiddir deyə atırıq. Kür döyüşündə Albanlarla mübarizə aparıb Roma sərkərdəsi Antonio Pompey. Magneziya döyüşündə Romalılara qalib gəlmişdi. Selevkilərin qoşunu Selevki əslində uduzmuşdu burada. Alban hökmdarı Oroyusun hakimiyyət dövrü üçün xarakterik idi. Kür döyüşündə hillə ilə qalib gəlməz. Xeyr, Roma birincisi Qanıq döyüşündə hillə ilə qalib gəlir. Anı atdıq. 1-ci əsrin 60-cı illərində Albaniyada hakimiyyətdə olub deyir. Xeyr, eramızdan əvvəl 1-ci əsrin 60-cı illərində idi. Roma sərkərdəsi Pompey ilə sazişin imzalaması. C variantı düzgündür. Fraspa şəhərini yürüş edən Romalılarla mübarizə bu Atropateniyə aiddir. Qanıq döyüşündə də Romalılara məğlub olur, yəni qalib gəlmir. Uyğunluq gözlənilmişdir. Albanlar Romalılarla mübarizə aparmışdır 1-ci əsrin 30-cu illərində. Yəni bu düzgündür. Dedik ki, Kandil yürüş edir, Albanlar Romalılara qarşı mübarizə aparır. Elə deməli 38-ci sualda cavab olur A variantı. B-də deyir ki, Yunan qoşunlarının Albaniyada olmasına xəbər verir. Qobustan daş kitabəsi. Qobustan daş kitabəsi Latın dilindən istifadə olunduğundan məlumat verirdi. Roma sərkərdəsi Pompey Albaniyaya yürüş edib eramızdan əvvəl 1-ci əsrdə. Atropatena Selevkilər dövlətinin hansı vəziyyətə düşmüşdü? 223-cü ildə, yəni 3-cü əsrdə. Xəzər dənizinin bütün sahələrini işğal edib İmperator Pompey. Birincisi Pompey sərkərdə idi, imperator deyildi. Albaniya dövlətinə aid səciyyəvi xüsusiyyəti. Əvvəlcə Atropatena, sonra Sasanilərin tərkibinə daxil olub. Xeyr. Azərbaycanın cənubunda yaranmışdır. Xeyr, şimalda yaranıb. Quldarlıq dövründə yaranıb, feodal dövlət kimi süqut edib. Bu düzgündür. Quldarlıq dövründə yaranmışdı. Yəni eramızdan əvvəl yaranıb, feodal dövlət kimi süqut eləmək 705-ci ildə artıq feodalizm var idi. Ona görə C variantı düzgün cavabdır. Azərbaycan şimalında yaranmış erkən orta əsrlər dövründə bütün Azərbaycan ərazilərini özünə birləşdirməyib. Yəni vahid dövlət yaratmayıb. Sadəcə şimala həyat eləyirdi. Slavyanların Cənubi Qafqaz yürüşləri dövründə süqut etməyib, ərəblərin yürüşlərində süqut edib.
40-cı suala baxaq. Edelvin diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Qədim Atropatena, Albaniya və onların oxşar cəhətlərini tapmalıyıq. Deməli, birincisi deyir, eramızdan əvvəl 1-ci əsrdə xarici hərbi müdaxiləyə məruz qalması. Hərbi müdaxiləyə məruz qalması hər ikisinə aiddir. Romanın yürüşünə məruz qalmışdı. Ona görə A-nı 3-ə götürürük. Əhalisi Yunan yazısı ilə tanış olması. Hər ikisi Yunan yazısı ilə tanış idi. Dedik ki, elli mədəniyyətə məruz qalmışdı. 36-da Romaya qarşı döyüşdə qalib gəlməz. Bu, Antoniya qalib gələn Atropatenaya aiddir. Amma Kanidiya misal üçün Albaniya məğlub olur 36-da. Ona görə C-nin Atropateniya. Arazdan şimalda yaranmasını Albaniyaya aid götürək. Selevkilərin yürüşünə məruz qalması isə 220-ci ildə Atropatenaya aiddir. Cavab olur 1C-yə, 2D, 3-də A, B. Deməli, 41-ci suala baxaq. Eramızdan əvvəl 1-ci əsrin 60-cı illəri və eramızdan əvvəl 1-ci əsrin 30-cu illəri. Roma qoşunlarının hücumuna məruz qalıb Albaniya. 66-65-də bəli, yürüşünə məruz qalıb. Padşah Kozisin, padşah deyildi Kozis, ona görə B-ni birbaşa atırıq. Roma ilə sazişin imzalaması 65-də var. Deməli, 1AC. 1-ci əsrin 30-cu illəri Roma İmperatoru Adrian məsələsi eramızın 2-ci əsridir, birbaşa atırıq. Alan tayfaların yürüşlərinin baş çatması eramızın 3-cü əsri idi deyə atırıq. Roma ilə mübarizədə məğlub olması 36-cı ildə dedik Kandiyə məğlub olmuşdu. Cavab olur 1AC, 2-də C. İkinci suala baxaq, məntiqi ardıcılığı tamamlayaq, yəni hadisələrin tarixinə baxırıq. Birincidə deyir, Parfiya Atropatena dövləti müstəqilliyinə son qoydu. 20-ci ildə, eramızın 20-ci ildə. Cənubdan Albaniya Parfiya təhlükəsi artdı. Onda Albaniya neylədi? Roma ilə yaxınlaşdı da. Deməli, Albaniya hökmdarı Roma ilə əlaqələri gücləndirdi. B variantı 42-ci sualda düzgün cavabdır. 43-cü suala baxaq. Deyir ki, hadisə Albaniya dövləti yarandı, Azərbaycan şimalında iki şəhərlər meydana gəldi. Bunun, yəni, deyir ki, Albaniya dövlətinin yaranması nəticəsində ilk şəhərlər, dövlət yarandıqda yox, dövlət yaranmamışdan öncədə ilk şəhərlər yaranmışdı. Yəni, bunun aidiyyatı yoxdur nəticəyə. Kənardan gətirilən pullar ticarətdə tələbatı ödəmədi deyə yeni pullar kəsdilər. Yəni, Albaniyanın yerli pullarını, ona görə B ilə düzgün cavabdır. Hadisə nəticə əlaqələrinin doğru verildiyi variantı yenə müəyyən edirik. Kanid Alban hökmdarı Zoberi məğlub etdi. Albaniyada yerli hökmdarların hakimiyyət başlatdı. Xeyr, Albaniya 705-ə qədər öz hökmdarları tərəfindən idarə edilib. Hadisə Roma və Alban qoşunları arasında Qanx çayı sahilində döyüş. Alban hökmdarı Kozis dedik ki, Kozis hökmdar deyildi, sərkərdə idi. Antoni şərq ölkələrində yürüş elədi. Nəticədə Roma və Parfiya qoşunları arasında ilk döyüş baş verdi. İlk döyüş deyildi, ilk döyüş Karra döyüşü idi. Yəni, ondan əvvəldə hətta döyüş olmuş ola bilər. Sadəcə bizim keçdiklərimizdən Karra daha öncə idi. Antoninin yürüyüşü isə 36-cı ildə idi. Ona görə C variantı yanlışdır. Makedoniya imperiyası parçalandı. Azərbaycan şimalında ilk quldar dövləti bəli Albaniya yarandı. Kür çayları arasında ərazilər İskit şahlığının tərkibinə keçdi. Albanlar ilk dəfə yazı ilə tanış oldu. Bunda heç bir əlaqəsi yox idi. İlk dəfə yazı ilə Albanlar ümumiyyətlə Əhəməni dövründə də tanış olmuşlar. 45-ci suala baxaq. Deməli, deyir Albaniyanın siyasi tədbirləri. Bir də iqtisadi tədbirləri. Siyasi, yəni idarə etməklə bağlı olmalıdır. İqtisadi də maliyyə ilə falan bağlı olmalıydı. Roma imperiyası ilə dostluq əlaqələrinin qurulması. Bunu götürə bilərik. Çünki bu siyasi idi. Dedik ki, yəni dövlət işi idi. Təsərrüfatda qul əməyinin istifadə edilməsi siyasi deyil. İqtisadi ola bilərdi. Parfiyanın işğalına qarşı mübarizə aparılmaq siyasidir. Yəni, dövlətin gördüyü bir işdir deyə xarici cəhətdən, ona görə C-ni götürək. Deməli, iqtisadi tədbirlər yerli pulların kəsilməsi. Bəli, A variantı düzdür elə. Romanın işğalçılıq siyasətinə qarşı mübarizə xarici münasibətlərə aiddir. Katakomba qəbirlərin inşa edilməsi də, yəni bu alanların yürüyüşünə aiddir. Heç bir əlaqəsi yox idi. Cavab olur 1AC, 2-də A. Deməli, Şimali Qafqaz və Don çayı sahillərində Alan tayfalarının Dərbənd və Dəryal keçidlərindən keçərək
Albaniya və Atropateniya qarəsi yürüşləri baş verirdi. Almanların Albaniya ilə Atropateniya ən güclü yürüşlərindən biri 72-74-də baş vermişdi. Bəs onun bu yürüşün nəticəsində alanlar Atropateniya Albaniya dövlətləri müstəqiliyinə son qoymadılar. Təbii ki, Atropateniya 20-ci ildə artıq son qoymuşdu. Albaniyada 705-də son qoyulur. Parfiya canişin qüvvələrini məğlub edib Atropateniyanı məğlub etdilər, qarət etdilər. Bu düzgündür. İmperator Adrian II əsrə aid idi. Azərbaycan torpaqlarını tamamilə tərk etmədilər, qənimətlərini ələ keçirdilər. 1-ci əsrdən 3-cü əsrə qədər Azərbaycanı qarət ediblər. Atropateniya və Albaniya da Yunan mədəniyyətinin yayılmasında mühüm rol oynamamışdılar. Qədim Atropateniya və Albaniya dövlətlərinin fərqli və oxşar cəhətlərini seçməliyik burada da. Deməli, fərqli cəhət Romalıların hücumuna məruz qalması ola bilməz. Çünki ikisi də məruz qalıb. Ay məbədin baş şahinin padşahdan sonra ən hörmətli şəxs olması bu fərqlidir. Bu ancaq Albaniyaya aiddir. Tikintidə kirəmitdən istifadə olunması hər ikisinə aiddir. Oxşar isə Haylandır Hunlarının hücumuna məruz qalması bu Albaniyaya aiddir. Selevkilər dövlətinin hansı vəziyyətə düşməsi bu deməli Atropateniya aiddir. Kaspi tayfalarının, Kaspi və Kadusi tayfalarının ölkə ərazisində məskunlaşması ikisinə də aiddir. Cavab olur 1 və 2-ci. Daha əvvəl baş verib Magneziya 190-da. Roma sərkərdəsi Pompeyin Albaniyaya yürüşə başlaması 66 deyək. Roma sərkərdəsi Antonin Atropateniya hərbi yürüşü. Deməli, hələ ki, bunları silirik, çünki hələ ki 190-dır. Antonin yürüşü 36-dadır. Azərbaycan ərazisində İskit şahlığının əsası qoyulması 7-ci əsrdir deyə alanda atırıq, hələ ki ən qədim D variantıdır. Roma sərkərdəsi Kandin Albaniya yürüşü 36-dadır deyə cavab olur D variantı ən əvvəl olmuş hadisə idi. Daha əvvəl olmuşdur. Roma sərkərdəsi Pompeyin Albaniyaya yürüşə başlaması deyək ki 66. İskit padşahlığının süquta uğraması 590 idi. Hələ ki ən qədim B-dir. Roma sərkərdəsi Antonin Atropateniyaya yürüş etməsi 36-cı ildədir. Hələ ki ən qədim B-dir. Albaniyada Makedoniya İskəndər pullarının oxşar pulların kəsilməsi deyək ki 3-cü əsrdir. Hələ ki ən qədim B-dir. Alanların Albaniyaya yürüşlərinin başlaması eramızın 1-ci əsrindədir. Ona görə elə cavab olur B variantı. 50-ci sual. Qədim Azərbaycan dövlətləri Atropateniyanın Albaniya. Baryaksı üsyanının yatırılması. Atropateniya aiddir, amma Atropateniya dövlətinə aid deyildi. Anı atırıq. Makedoniya İskəndərin yürüşünə məruz qalması. Yenə deyirik, İskəndər öləndən sonra bu dövlətlər yaranıb. 190-dan sonra yenidən müstəqillik əldə etmək, bəli, Atropateniya dövlətinə aiddir. Albaniya dövləti 2-ci əsrdə Roma imperiyasının dostluq əlaqələrinin saxlanması bu düzgündür. Selevklərin hansı vəziyyətdə olması bu Atropateniya aiddir. Makedoniya İskəndər pulların oxşar pulların kəsilməsi düzgündür. Deməli olur 1C, 2AC. (51-ci sual) Atropateniya və Albaniya Romalıların hücumuna məruz qalmışdı. Bəli, Atropateniya yürüşünə məruz qalıb. Padşahdan sonra ən mühüm şəxs Ay məbədin kahini Albaniyaya aiddir. Qavqamel döyüşündə həmənlərə qarşı mübarizə aparması dövlət soruşduğuna görə, ona görə dövlət deyildi Qavqameldə, ona görə atırıq 1A olur hələ ki. Makedoniya İskəndərin yürüşünə məruz qalmaq yeni deyirik. Makedoniya İskəndər öləndən sonra bu dövlətlər yaranır. Burada dövlət soruşur, baxın. Yəni sırf Albaniya tək yazıb, amma dövləti burada əlavə edib. Roma sərkərdəsi deməli, Roma sərkərdəsi Pompey ilə sülh sazişinin imzalanması bu Albaniyaya aiddir 65-ci ildə. Alan tayfaların yürüşünə də 72-74-də məruz qalıb. Cavab olur 1A, 2B, C. Qədim Albaniya dövlətində təsərrüfatda və sənətkarlıqla məşğul olan insanların əksəriyyəti azad idi və qul əməlinin hökmdarın və yuxarı təbəqələrin təsərrüfatında istifadə edilmişdi. Verilən hər iki cəhət nəyi göstərir? Albaniyada quldarlıq quruluşunun keçmədən feodalizmə keçməsi. Yəni burada xeyr, bu onu göstərir ki, qul əməyindən çox da geniş istifadə olunmayıb. Əsasən kəndlinin əməyindən istifadə olunurdu. B. Kənd təsərrüfatının və sənətkarlığın zəif inkişaf etməsi. Xeyr. Bu zəif inkişaf etmişdisə, onda quldan deməli geniş istifadə olunurdu. Xeyr, elə bir şey olmadığına görə. Deməli, C variantı Albaniyada quldarlığın qədim şərq ölkələrində kimi yüksək səviyyəyə çatması, xeyr, əksinə çatmaması. Qərbi Avropadan fərqli olaraq burada feodal cəmiyyətin əsaslarının daha gec yaranması, xeyr, əksinə daha tez yaranmışdı 3-cü əsrdə. Burada qul əməyinin qədim şərqin quldar dövlətlərindəki qədər geniş istifadə olunmaması. Bəli, Atropateniyada da, Albaniyada da, Roma və Yunanistandakı qədər məsələn geniş istifadə olunmamışdı.
Albanlarla sülh bağlayan Pompey İberiya istiqamətində hərəkət etdi. Albaniya hökmdarı qüvvələrini yenidən cəmləşdirdi. Onlar Pompeyin ordusunun arxasını cərələyərək Kür çayının qollarından olan Qanx çayının sahilində mövqe tutdular. Vəziyyətin təhlükəli olduğunu görən Pompey yenidən Alban ordusuna doğru yürüş etdi. Mətndə fəaliyyətinə bəhs edilən Alban hökmdarının Atropatena hökmdarı Artabazla ümumi cəhətini müəyyən edək. Deməli, bu dövrdə deyək ki, Alban hökmdarı kimi Oroys. Deyər, Oroysun Artabazla ümumi cəhətini müəyyən edək. Roma qoşunlarına qarşı mübarizə aparılması elə 53-də düzgün cavab A variantıdır. Artabaz 36-cı ildə, bu da 66-cı ildə mübarizə aparmışdı Oroys. 54-cü sual Oroysla Artabazı fərqləndirək. Xarici hərbi müdaxiləçilərə qarşı mübarizə aparması. Artabaz Romaya qarşı, Oroys da Romaya qarşı mübarizə aparıb deyə A-nı hər ikisinə götürürük. 1-ci əsrin 60-cı illərində hakimiyyətdə olması. Heç biri eramızın 1-ci əsrində hakimiyyətdə olmayıb. B-ni ümumiyyətlə ataq. Roma ilə müqavilə imzalanması. Roma ilə müqavilə imzalaması Oroysa aiddir. 1-ə C-ni götürək. Fraspa döyüşündə qalib gəlməsi deməli Artabazda aiddir. Roma imperiyasının qoşunları ilə toqquşması. Deməli Artabaz eramızdan əvvəl 36-da idi və hələ Roma imperiyası yox idi. Cavab olur 1C, 2D, 3D A. Cavab olur Y variantı 54-də. 55-ə baxaq. Deməli, deyək ki, Oroysdan Artabazdan seçək. Ölkənin xarici hərbi müdaxiləyə məruz qalması. Bu hər ikisinə aiddir. Oroysun dövründə, Pompeyin, Artabazdan dövründə də Selevkilərin yürüşünə məruz qalmışdılar. Roma sərkərdəsi Pompeyinin saziş bağlayan Oroys idi. Kür çayı sahilində döyüşdə iştirak edən elə Oroysun özü idi. Selevkilərin asılığı qəbul edən Artabazdan idi. Roma imperiyası ilə dostluq əlaqələrini saxlayan isə deməli Artabazdan yox, Artabaz idi, bir də Ariobarzan idi. Yeni ona görə atırıq, cavab olur 1B-C, 2D, 3D A. C variantı düzgündür. 56-cı sual. Eylirvin diaqramına əsasən uyğun bəndləri müəyyən edək. Artabaz, Oroys, Kozis 1-ci əsrin 30-cu illərində hakimiyyətdə olub. 1-ci əsrin 30-cu illərində Artabaz hakimiyyətdə idi, amma Oroys yox. Kozis isə onda da yox. Ona görə 1-ə sırf A-nı götürək. Roma işğalçılıq siyasətinə qarşı mübarizə aparmışdı. Deməli, həm Artabaz, həm Oroys, həm də Kozis. Ona görə bunu 5-ə götürə bilərik. Pompey rəhbərlik etdiyi Roma ordusu döyüşdə məğlub olmuşdu. Yəni, həm Oroys, həm də Kozis məğlub olmuşdu deyə 4-də C-ni götürə bilərik. Qanx çayı sahilində döyüşdə ağır yaralanan Kozisdir. Kür çayı sahilində Alban dəstələrini rəhbərlik edən də Oroysdur. Cavab olur 1A, 2Y, deməli 3D, 4C, 5D B. Cavab olur 56-cı sualda D variantı. 57-ci suala baxaq. Artabaz, Oroys və Zoberi fərqləndirək. Albaniya dövlətinin hökmdarı olmuşdu. Artabaz Atropatenan idi. Oroys Albanın idi. Deməli, Zober də Alban hökmdarı idi. Deməli, buna götürək. Oroysla Zoberə 4-ü A. Sonra Roma işğalçılıq siyasətinə qarşı mübarizə aparma Artabaz, Oroys və Zober hər birində var deyə 5-ə B-ni götürək. Daha sonra deyək ki, Roma sərkərdəsi Kandidən asılığı qəbul edən Zober idi. 3-ə C-ni götürək. Deməli, Roma sərkərdəsi Pompeyinin sülh bağlayan Oroys idi. D-ni 2-yə götürək. Fraspa döyüşündə Roma qoşunları üzərində qələbə qazananda Artabaz dedi, Y-yə götürək. Cavab olur D variantı. Manna, Atropatena və Albaniya Romalıların hücumuna məruz qalmışdı. Manna Romalıların hücumuna məruz qalmayıb, amma Atropatenanın Albaniya qalıb. A-nı götürək 4-ə. İskit şahlığı ilə ittifaq quran Manna idi.
Roma Respublikasının qoşunları üzərində qələbə qazanması. Bu aiddir Atropateniyə. Siyasi quruluşuna görə monarxiya idi hər biri. Padşah Zobeyin dövründə Romadan asılı vəziyyətə düşmüşdü. Bu da Albaniyaya aiddir. Deməli, 58-ci sualda onda cavab olur 1B, 2C, 3Y, 4A, 5-də D A variantı. Əl 9-cu suala baxaq. Deməli, Manna dövləti Atropateni və Albaniya fərqləndirir. Asuriyanın hücumuna məruz qalan Mannadır, təbii ki. Roma İmperatoru Adrianın dostluq quran Albaniya idi. Roma İmperiyası ilə dostluq əlaqələrinin qurulması ümumiyyətlə həm Atropateni, həm də Albaniyada var idi. Parfiya tərəfindən müstəqilliyinə son qoyulması Atropateniyə aid idi. Quldar dövlət olması isə hər birinə aiddir. Cavab olur 1A, 2D, 3B, 4C, 5-də Y A variantı. Hansı dövlət tarix xüsusiyyət verilməyib? 3-cü əsrin ortalarına qədər Roma İmperiyası ilə siyasi iqtisadi əlaqələri davam etdirmişdi Albaniya. Ona görə A-nı atırıq çünki verilib. Paytaxtı Zərdüştlük dininin müqəddəs şəhəri Qazaka olmuşdu Atropatenanın. Midiya dövləti tərəfindən müstəqilliyinə son qoyulmuşdu Mannanın və İskitin. Cavab olur Y. Əhəməniyə heç bir aid olmadı. Qədim Albaniya dövlətinə aiddir. Parfiya dövlətinin süqutundan sonra yaranması. Xeyr. Parfiya dövlətinin deməli süqutu eramızın 3-cü əsrdir. Qədim Albaniyanın yaranması eramızdan əvvəl 4-cü əsr. Hakimiyyət Yunanlıların əlində cəmləşmişdi. Xeyr, yerli hökmdarlar idarə edirdi. Makedoniya İskəndərin imperiyasının parçalanması nəticəsində yaranıb. Bəli, hətta Atropatenanın oxşar idi. Makedoniya İskəndərin pullarına oxşar pullar kəsilmişdi. Bəli, daha sonra da yerli pullar kəsilir. Fraspa döyüşündə qalib gələn Atropatena idi. Cavab olur şifrə 4. 62-ci suala baxaq. Qədim Albaniya müvafiq olaraq, yəni ardıcıllığı deyil. 1-ci, 3-cü əsrdə olan seçməliyik. Sonra da eramızdan əvvəl 1-ci əsrdə olan seçməliyik. Qavqamel 4-cü əsrdə çıxırıq. Makedoniya İskəndərin pullarına oxşar pulların kəsilməsi. Bu 3-cü əsrdə götürürük. Roma sərkərdəsi Kandin yürüyüşü isə eramızdan əvvəl 1-ci əsrdə deyə götürürük. Alan tayfaları eramızın 1-ci, 3-cü əsrdə. Qobustan kitabəsi də eramızın 84-96-cı ilin aiddir deyə cavab olur 2 və 3. Qədim Albaniya müvafiq olaraq yenə eramızdan əvvəl 1-ci əsr, eramızın 3-cü əsr tarixinə aiddir. Qanıq döyüşü eramızdan əvvəl 1-ci əsr idi, 65. Fraspa, yəni eramızın 3-cü əsr yox, eramızdan əvvəl 1-ci əsr idi. Artabazan tərəfindən həm də Fraspa döyüşü Atropateniyə aiddir. Artabazan tərəfindən idarə edilmək Atropateniyə aiddir deyə çıxırıq. Sasanilər tərəfindən işğal edilməsi, elə bunu götürə bilərik 262-ci il. Roma İmperatoru Adrianın dostluq münasibətləri isə 2-ci əsr idi. Yəni bizdən də soruşur 3-cü əsr cavab olur. Deməli 1 və 4. Qədim Atropatena və Albaniya dövlətlərinin tarixinə aid oxşar cəhəti soruşur. Azərbaycanın şimalında yaranmışdı. Xeyr, Atropatena cənubda, Albaniya şimalda. Əhalisi Yunan mədəniyyətinə tanışdır. Bəli, Ellim mədəniyyətinə məruz qalmışlar hər ikisi. Romalıların yürüşünə məruz qalmışlar. Bəli, düzdür. Misal üçün, Atropatena 36-da Antonin yürüşünə məruz qalmışdı. Albaniya isə 66-da Romanın yürüşünə məruz qalmışdı. Yunan qoşunlarının yürüşünə məruz qalmayıblar. Cavab olur 2 və 3. Qədim Albaniya dövlətinə aid Roma İmperiyası ilə siyasi mədəni əlaqələr. Bəli, məsələn, 2-ci əsrdə Adrianın. Roma İmperatoru Pompeyin yürüşünə məruz qalması. Albaniya dövlətinə, yəni Pompey sərkərdə idi, imperator deyildi deyə ikinci çıxırıq. Memarlıqda kirəmitdən istifadə ediblər. Makedoniya İskəndərin pullarına oxşar pullar kəsiblər. 3-cü əsrdə Selevki hökmdarı 3-cü Antioxun yürüşünə məruz qalan Atropatena idi. Cavab olur 65-ci sualda 1, 3 və 4. 66-cı sual. Eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısında Roma ordusunun yürüşünə məruz qalmış dövlətlərin paytaxtını müəyyən edin. Burada söhbət gedir 1-ci əsrin 1-ci yarısında Lukulla Pompey Atropatenaya yürüş edib, yəni Qazakanı soruşur paytaxtı. Və Albaniyada yürüş edib 66-cı ildə onda paytaxtı 3-dür, yəni Qəbələ. Cavab olur 66-cı sualda 2 və 3. 67-ci suala baxaq.
Deməli, burada deyir ki, Oroys Qanıq döyüşündə iştirak edib. Yəni, Oroysun hökmdarlığı dövrünə aiddir, ona görə də biri götürə bilərik. Yəni, şəxsən özü yox, Kozis iştirak eləmişdi, amma yəni, Oroys hökmdardır və sonda sülh müqaviləsi bağlamışdı. Kür döyüşündə, bəli, Oroysun özü iştirak edib, 2-ni götürürəm. Artabazan Qanıq döyüşündə, Artabazan Selevkilərin 220-ci ildəki döyüşdə iştirak edib, ona görə 3 atıram. Karra döyüşü Artabazan. Dedik ki, Artabazan eramızdan əvvəl 3-cü əsrdə hakimiyyət olub. Karra 53-cü ildədir. Artabaz isə Fraspa döyüşündə iştirak edib. Cavab olur 1, 2 və 5. 68-ci suala baxaq. 65-də Romalılarla Alban arasında baş vermiş döyüşə. Yəni, Qanıxa aid deyil. Albaniya qoşunlarına padşah Kozis deyir. Padşah deyildi. Ona görə bu yanlış olduğuna görə 1 götürürük. Qanıq çayı yaxınında baş verməsi düzdür. Bu bizdən yanlışı soruşur. Antoni rəhbərlik etdiyi Roma qoşunlarının qalib gəlməsi. Antoni 36-da idi ümumiyyətlə. Ona görə həm də Antoni məğlubiyyətə uğramışdı. Cavab olur 1, 3. Roma qoşunlarının hərbi hillə işlətməsi aiddir. 66-cı ildə Romalılarla Alban arasında baş vermiş döyüşə aid deyil. Padşah Oroysun rəhbərlik etdiyi Alban qoşunlarının qalib gəlməsi. Bunu götürürük çünki Albanlar məğlub olub. Kür çayı sahilində baş verməsi düzgündür deyə atırıq. Roma qüvvələrinə Pompeyin rəhbərlik etməsi düzgün deyə atırıq. Roma qüvvələrinin İberlərin hərbi yardım etməsi isə yanlışdır. 69-da cavab olur. 1 və 4. 70-ə baxaq. Eramızdan əvvəl baş vermiş Kür-Qanıq döyüşlərinə aid ümumicəti. 66 və 65 soruşur. Alban qoşunlarına padşah Kozis. Baxın, yenə padşah deyir. Ona görə çıxırıq. 1 getdi. Eramızdan əvvəl 1-ci əsrin 2-ci yarısında baş vermiş. Xeyr, 1-ci əsrin 1-ci yarısında baş vermişdi. Albanların Qərbi Roma İmperiyasının qoşunlarına məğlub olması. Qərbi Roma İmperiyası 395-dən sonra yaranıb. Ona görə 3-ü də atıram. Pompey rəhbərlik etdiyi qoşunların Albanlarla toqquşması düzdür. Romalıların qələbəsinin nəticələnməsi də düzdür. 70-də olacaq 4 və 5. 71-ə baxaq. Qədim Albaniya dövləti ictimai dövlət quruluşunun səciyyəvi cəhətlərini müəyyən edin. Hökmdarların ağsaqqallar şurasına asılı olması. Hökmdar qeyri-məhdud hakimiyyətə malikdir. Heç kimdən asılı deyildi, sərbəst idi. Padşahın yanında qanunverici şuranın fəaliyyət göstərməsi. Xeyr. Hərbçilərin əhalinin 3-cü təbəqəsinə daxil olması. Demişdik ki, 1-ci təbəqədə padşah, ordu başçısı və hakim idi. 2-cidə kahin idi. 3-cüdə döyüşçü idi. 4-cüdə isə yəni hərbiçi idi. 4-də isə təsərrüfatda işləyən idi. Ona görə 2 götürürük. Kənd təsərrüfatı bütün sahələrində qul əməyindən istifadə olunmur, bəzi sahələrində istifadə olunur. Dövlətin qeyri-məhdud hakimiyyətə malik padşah tərəfindən idarə edilməsi düzdür. Cavab olur 71-ci sualda 3 və 5. 72. Qədim Albaniya dövlətinə aid olmayan xüsusiyyətləri müəyyən edək. Deməli, aid olmayan deyir. Kaspi tayfalarının ölkə arasında məskunlaşmağa başlaması. Elə bunu götürürük, çünki məskunlaşmağa başlaması deyildi. Yəni, bu dövrdə başlamayıbdı. Deməli, Roma İmperatoru Pompey ilə mübarizə aparılması. Pompey İmperatoru deyildi, sərşərdə idi. Ona görə bunu götürürük. Yanlışı soruşur da bizdən. Romalılara sülh bağlanması. Bu yanlışlıq bir şey yoxdur. Çatıram. 1-ci əsrin 2-ci əsrində yad edilən yürüşünə məruz qalması. Alınların yürüşünə məruz qalıb 72-74-də 4-də atıram. Ordu başçısı əhalinin 1-ci təbəqəsi yox. 1-ci təbəqəsinə aid idi. Yəni, ona görə götürmürük. Qədim Albaniya dövlətinə aid olmayan götürməliyik. Cavab olur 72-də 1 və 2. 73-cü sual. Qədim Albaniya dövlətinə aid olmayan xüsusiyyətlər. Naxçı tayfalarının ölkə arasında məskunlaşmağa başlaması tayfa qurumlarının dövrünə aiddir. Bir ona görə götürürəm. Roma İmperatoru Antoninin. Antoni sərkərdə idi deyə 2-ni də götürürəm. Hakimlərin əhalinin 1-ci təbəqəsinə daxil olması düzdür deyə atıram. 1-ci əsrin 2-ci yarısında yadellərin yürüşünə məruz qalması. Deməli, 1-ci əsrin gözlüyün sualı bir də baxaq. Aha, Albaniya dövlətinə aid olmayan istəyirdi. 1-ci əsrin 2-ci yarısında da yadellərin yürüşünə bəli məruz qalmışdı. Məsələn, 36-cı ildə Kandinin. Ona görə düzdür deyə atırıq. 3-cü əsrin əvvəldə Roma İmperiyası siyasi iqtisadi əlaqələr bəli 3-cü əsrin ortalarına qədər mövcud olmuşdu. Yəni 262-yə qədər. Ona görə cavab olur 1 və 2. 74-cü suala baxaq. Deyir ki, hadisələrdən hansı yerini dəyişsək doğru xronoloji ardıcıllıq alınır. Albaniyada Oroysun hakimiyyətə gəlməsi. Oroys nə vaxt hakimiyyətə gəlmişdi? Yəni
Eramızdan əvvəl 60-cı illərdə hakimiyyətdə idi məsələn. Kanidin Albaniyanın asılı salması 36-da idi. Roma sərkərdəsi Antoninin Parfiya qoşunları üzərində yürüşə başlaması Antoni 36-da idi. Deməli, Atropatenada Ariobarzanın hakimiyyətə gəlməsi 20-ci ildə, Alan tayfaların Albaniyaya hücum etməsi isə 72-74-cü illərdə idi. İndi hansının yerini dəyişsək, xronoloji ardıcıllıq düzgün alınar. Burada Kanidin yürüşü birinci deməli olmalıydı Antoninin yürüşü 3. Sonra 2 olmalıydı. Ona görə 2-nin 3-ün yerini dəyişmək məqsədə uyğun olar. Yəni əslində ikisi də eyni ildə, sadəcə birinci Antoni olur, sonra Kanidi gəlir. Əvvəldə hansılarının yeni dəyişsə doğru xronoloji ardıcıllıq alınar. Yenə eyni şəkildə sual. Albaniyada Roysun hakimiyyətə gəlməsi 60-cı illər, Kanidin Albaniyanın asılı salması 36, Roma Parfiya qoşunları arasında Karro döyüşü 53, hələ ki 2-nin 3-ün yerini dəyişmək olar. Atropatenada yerli İsraillərin hakimiyyətinin baş çatması eramızın 20-ci ili, Alan tayfaları isə 72-74 ilə həqiqətən də 75-ci sualda cavab olur 2 ilə 3. Çünki Karro 53-də idi, Kanidi 36-da idi. Bunların yerini dəyişsək ardıcıllıq düzgün alınar. 60-cı illər, 53-cü il, sonra 36-cı il, sonra 20-ci il, sonra 72-74. 76-cı suala baxaq, xronoloji ardıcıllıq. Antoninin şərqi yürüşü 36-da. Roma sərkərdəsi Pompeyin Albaniyaya yürüşü 66 deyək. Qavqamel 331-ci il. Xerneya döyüşü isə 338-ci il. Ardıcılığı düzəndə təbii ki, xronoloji ardıcılığı böyükdən kiçiyə doğru. Birinci gəlir Xerneya, yəni 4. Sonra Qavqamel, yəni 3. Sonra 66, yəni 2. Sonda da 36, yəni 1. 77-ci suala baxaq. Deməli, burada da xronoloji ardıcıllıq istəyir. Azərbaycanda İskit dövlətinin süqutu 6-cı əsr deyək. İranzun mərkəzləşmə siyasətinə qarşı üsyan 8-ci əsr, 719-u deyir. Pompeyin başçılığı Roma ordusunun Albaniya yürüşü 1-ci əsr. Atropatın kiçik Midiyan satrap təyin olunması 328-ci il, yəni 4-cü əsr. Burada da böyükdən kiçiyə düşsə 2, sonra 1, sonra 4, sonra da 3. 78-də də xronoloji ardıcıllıq Kanidin Albaniya yürüşü deyək ki 1-ci əsr. Qavqamel 4-cü əsr, 331. Magneziya 190, yəni 2-ci əsr. 2-ci Sarqomaniya yürüşü isə 8-ci əsr. Cavab necə olur? 1-ci 4, sonra 2, sonra 3, sonda da 1. 79-da xronoloji ardıcılığı müəyyən edək. Kür döyüşü 66-cı il. Fraspa döyüşü 36-cı il. Selevkilərdən Asverisdə düşmək 223-cü il. 2-ci Sarqomaniya yürüşü də deyək ki 716 deyək. Ardıcılığı necə düzəlik? Deməli, birinci 716 gələr, yəni 4. Sonra 223, yəni 3. Sonra 66, yəni 1. Sonra da 2. Xronoloji ardıcıllıq Fraspa şəhəri yaxınında məğlub olmaq 36-da. Atropatın kiçik Midiyan satrap təyin olunması 328-də. Albanların Roma sərkərdəsi Pompey ilə sülh sazişi imzalaması deyək ki 65-ci ildə. İs döyüşünün baş verməsi isə 333-cü ildə. Ardıcılığı düzəndə ən böyükdən başlayırıq. 4, sonra 328, 2, sonra 65, 3, sonda da 1. Xronoloji ardıcılığı müəyyən edək. Albaniyada Makedoniya İskəndərin pullarına oxşar pulların kəsimi başlaması 3-cü əsr deyək. İranzun ölkədə canişinlik sistemi yaratması 8-ci əsr deyək. Atropateniya Romalıların hərbi yürüş etməsi deyək ki 1-ci əsr. Aşirin müstəqil xarici siyasət yeritməsi də 7-ci əsr olsun. Cavab olur ən qədimdən 1-ci 2, sonra 4, sonra 1, sonra da 3. Manna, Atropatena və Albaniya. Kanidin yürüşü nəticəsində Romalılara məğlub olmuşdu Albaniya. Urartun hücumundan məruz qalıb Manna. Paytaxtı Qazakaydı Atropatenanın.
Əsası İranz tərəfindən qoyulmayıb, çünki ilk hökmdar Udak idi Mannada. Roma sərkərdəsi Pompeyinin sülh imzalayan Albaniya idi. Cavab olur 82-ci sualda 1B, 2C, 3D, AY. 83-ə baxaq. Manna, Atropatena və Albaniya. Paytaxtı Qəbələ idi Albaniyanın. Maqneziya döyüşündən sonra müstəqillik bərpa olunub Atropatenanın. Müstəqilliyə Midiya dövləti tərəfindən son qoyulub Mannanın. 1-ci əsrdə Roma qoşunlarını məğlub etmişdi Atropatena. Antoninin qoşunu 36-da məğlub edib. Hökmdar Aşerinin dövründə süqut etməyibdi. Axırıncı hökmdar ümumiyyətlə Mannada bəlli deyil. 83-cü sualda cavab olur 1C, 2B, D, 3-də A. 84. İskit, Atropatena, Albaniya. Fraspa döyüşündə qalib gəlmişdi Atropatena. Roma sərkərdəsi Pompeylə sülh bağlayıb Albaniya. Əhəmənilər imperiyası ilə müttəfiq olması. Əhəmənilərlə bunların heç biri müttəfiq olmamışdı. 7-ci əsrdə yaranan İskit. 6-cı əsrin ikinci yarısında süqut eləmişdir. Bunlardan 6-cı əsrin birinci yarısında İskit şahlığı süqut etmişdi. Bunda atırıq cavab olur 84-cü sualda 1D, 2A, 3D, B. 85-ə baxaq. Kür çayı sahilində döyüşdə Romalıların qalib gəlməsi. Bu, 1-ci əsrin birinci yarısı, yəni 66-cı il. Atropatenanın yenidən müstəqilliyi əldə etməsi. Eramızdan əvvəl 190-cı il, yəni 2-ci əsr, belə bir şey də yoxdur deyə B-ni atırıq. Roma sərkərdəsi Antoninin şərqi yürüşü. Antoninin şərqi yürüşü 36-cı ildə idi. Adrian Alban hökmdarlarla dostluq əlaqəsi saxlaması 2-ci əsr. Magneziyada olur 190-cı il. Sonuncu Magneziyaya aid deyil, ona görə atırıq. Adrianı buna gətirib qoyuruq. 85-də olur cavab 1A, 2C, 3D, D. 86-ya baxaq. 1-ci əsrin birinci yarısı, 1-ci əsrin ikinci yarısı və 2-ci əsr. Qanx çayı sahilində döyüşdə Romalıların qalib gəlməsi. Qanx çayı sahilində döyüşdə Romalılar qalib gəlmişdi. 1-ci əsrin birinci yarısı 65-ci il, yəni. Alanların Albaniyaya ilk dəfə yürüşü eramızdaydı 1-ci əsrində. Ona görə B-ni atıram. Roma sərkərdəsi Antonin Fraspa şəhər ətrafında məğlub edilməsi 1-ci əsrin ikinci yarısıdır, yəni 36-cı il. Qədim Albaniya yerli hökmdarlar tərəfindən idarə edilməyə başlaması, elə ilk vaxtlar dövlət yarananda deyə D-ni də atıram. Roma İmperatoru Adrian Alban hökmdarlarla dostluq əlaqəsi saxlaması 2-ci əsr. Cavab olur 1A, 2C, 3D, Y. Belə əziz abituriyentlər, əgər daha çox video izləmək istəyirsinizsə, kanala abunə olmağı, videonu bəyənməyi və şərh yazmağı unutmayın.